Peyğəmbər əleyhissalam Peyğəmbər əleyhissalam o Şabaniyə xutbəsi ki var, əzizlər, Həzrət Əli əleyhissalam buyurur ki, Ramazan ayının gəlişi ilə bağlı əziz İslam peyğəmbəri Bilala əmr etdi, əzan verdi, camaat məscidə toplandı. Peyğəmbər əleyhissalam minbərə qalxdı. Allahu Taala'nın adı ilə həmsana şükür edəndən sonra xitab elədi. İnşallah o əziz Peyğəmbər əleyhissalamın o xutbəsini tam burada səsləndirirəm. Ey camaat, doğrudan da Allah Taala'nın ayı öz rəhmət, mərhəmət və bərəkəti ilə sizlərə sarı gəlib. Bu elə bir aydır ki, günləri Allahın yanında ən gözəl günlərdir. Gecələri ən gözəl gecələr. Saatları ən gözəl saatlar. Özü də ayların ən gözəlidir. Bu ayda sizlər Allah qonaqlığına dəvət olunub, kəramət əhlinə çevrilmisiniz. Bu ayda aldığınız nəfəslər zikr, yatmağınız ibadət, əməlləriniz qəbul, etdiyiniz dualar müstəcab olar. Elə isə Allah Taala'dan saf niyyət və sidq ürəklə istəyin ki, günah və pis əməllərinizdən keçib sizlərə bu ayda oruç tutmağı, Quran tilavət etməyi qismət etsin. Doğrudan da bədbəxt o şəxsdir ki, bu ayda Allah Taala'nın rəhmətindən kənar qalıb bağışlanmaya. Bu ayda ac susuz qalmaqla qiyamət gününün aclıq və susuzluğunu xatırlayın. Camaat, yoxsullarınıza sədəqə verməklə kömək edin. Qocalarınıza hörmət, uşaqlarınıza rəhim, qohum əqrabanıza yaxşılıq edin. Danışılması lazım olmayan şeyləri danışmayın. Baxılası halal olmayan şeylərə göz yumun. Eşidilməsi haram olan şeylərdən qulaqlarınızı gözləyin. Yetimlərə qarşı mehriban olun ki, sizdən sonra yetimlərinizə mehriban olsunlar. Günahlardan Allaha tərəf qayıdın və əllərinizi dua etmək üçün namaz vaxtı göylərə qaldırın. Çünki namaz vaxtı ən gözəl vaxtdır. Bu anlarda Allah-u Teala öz bəndələrinə rəhmət gözü ilə baxıb, onu çağırarkən onları cavablayır. Onu səslərkən ləbbeyk deyir və dua edərkən müstəcab edir. Camaat, doğrudan da canlarınız, ruhunuz əməllərinizin zaminidir. Allahdan rəhmət, bağışlanma diləməklə bu zamilikdən qurtarın. Boynunuzda ağır günah məsuliyyəti var. Uzun-uzadı səcdələr etməklə günahlarınızı yüngülləşdirin. Bilin ki, Allah-u Teala and içib. Bu ayda namaz qılıb səcdə edənlərə əzab verməyəcək və qiyamət günü onları cəhənnəm odu ilə qorxutmayacaq. Ay cəmaat, sizlərdən hansı biriniz bu ayda oruç tutmuş bir möminə iftar verərsə, Allah-u Teala onun üçün bir qul azad etmiş şəxsin savabını yazıb, keçmiş günahlarını əhv edər. Deyir, sahabalardan biri qalxdı, dedi, ya Rasulallah, axı hamımızın buna imkanımız çatmır. Başqa sahabalar da qoşuldu bu söhbətə. Əziz İslam Peyğəmbəri əleyhissalam buyurdu, oruç tutanlara yarım xurma dənəsi və ya bir içim su ilə də olsa iftar verməklə özünüzü cəhənnəm odundan qoruyun. Bundan artığını etməyə imkanı olmayana da Allah Teala həmin savabı verər. Ay cəmaat, bu ayda əxlaqını gözəlləşdirən şəxs ayaqların əsəcəyi gündə, yəni Sirat körpüsündən asanlıqla ötüb keçər. Və hər kəs bu ayda
öz qul və ya kənizinin işini asan tutursa, yəni xidmətçilərini, tabeyində olan kəsləri, Allah-u Teala onun hesab kitabını qiyamət gündə asan edər. Bu ayda öz şərrini cəmaatdan uzaq edən şəxsdən Allah Teala qiyamət günü öz qəzzəbini uzaq edər. Kim bu ayda atasız bir yetimə qayğı göstərsə, Allah Teala qiyamət günü onu özünə qayğı göstərib mərhəmət edər. Kim bu ayda öz qohum-əqrabasına yaxşılıq etsə, Allah da qiyamət günü onu öz rəhmətinə qovuşdurar. Kim bu ayda qohum-əqrabasına yaxşılıq etməzsə, Allah da qiyamətdə onu öz rəhmətindən uzaq edər. Kim bu ayda müstəhəb bir namaz qılsa, Allah Teala onu cəhənnəm odundan azadlığına hökm verər. Kim bu ayda vacib bir namaz qılsa, Allah Teala onu başqa aylarda qılınan 70 namazın savabını verər. Kim bu ayda mənə çox salavat göndərsə, əməl tərəzilərinin yüngülləşəcəyi gün Allah Teala onun əməl tərəzisini ağırlaşdırar. Bu ayda Qurandan bir ayə oxuyan şəxsə Allah-u Teala başqa aylarda bir Quran oxumuş şəxsin savabını verər. Ay cəmaət, həqiqətən bu ayda cənnət qapıları üzünüzə açılmışdır. Allahdan istəyin ki, onları üzünüzə bağlamasın. Və cəhənnəm qapıları üzünüzə bağlanmışdır. Allahdan istəyin ki, onları üzünüzə açmasın. Bu ayda şeytanlar zəncirlənibdir. Allahdan istəyin ki, onları sizə hakim etməsin. Əli əleyhissalam Peyğəmbərdən icazə alıb və ayağa durub, deyib, ya Rasulallah, bu ayda ən gözəl əməl hansıdır? O Həzrət deyir, cavabında buyurdu, ey Əbəl Həsən, bu ayda ən gözəl əməl Allah Taalanın haram buyurduğu işlərdən uzaq olmaqdır. Bu sözdən sonra deyir, Peyğəmbər əleyhissalam mübarək gözündən yaş axdı, ağlamağa başladı. İmam Ali buyurdu, ya Rasulallah, sizi ağladan nədir? Deyir, Peyğəmbər buyurdu, ya Ali, sənin bu ayda Allaha ibadət edərkən qanının axıdıldığını görürəm sanki, ona ağlayıram. İnsanların ən bədbəxti, hətta Səmud qovmunun, Salih Peyğəmbərin dəvəsini öldürəndən də bədbəxt şəxs sənin başına zərbə indirəcək namaz üstə və sənin sifətin qanına bulaşacaq. Onda İmam Ali soruşdu, buyurur özü İmam Ali. Dedim, ya Rasulallah, belə olan halda dinim salamat qalacaqmı? Deyir, Peyğəmbər əleyhissalam buyurdu, bəli, dinin salamat qalacaq. Daha sonra isə əlavə edib belə dedi, ya Ali, səni öldürəcək şəxs sanki məni öldürmüşdür. Sənlə düşmənçilik edən şəxs sanki mənlə düşmənçilik edib. Sənə nalayiq sözlər deyən şəxs sanki mənə nalayiq sözlər deyib. Çünki sən məndənsən, mənim özüm kimisən. Ruhun mənim ruhumdan, yaranışın mənim yaranışımdandır. Allah-u Teala mənlə səni yaratmış, mənlə səni seçmiş, məni Peyğəmbər, səni isə imam təyin etmişdir. Sənin imamətini inkar edən şəxs mənim Peyğəmbərliyimi inkar etmiş olur. Yəni, sən mənim vəsim, canişinim, övladlarımın atası, qızımın əri, sağlığımda da, ölümümdən sonra da ümmətimin xəlifəsisən. Sənin əmrin elə mənim əmrim, sənin nəhyin elə mənim nəhyimdir. And olsun, məni Peyğəmbərliyə göndərmiş və insanların ən üstünü qərar vermiş o Allaha ki, sən doğrudan da Allahın bəndələr üzərindəki höccəti, Allah sirrinin mühafizəçisi və bəndələri arasındakı xəlifəsisən. Allah oruc namazımızı qəbul etsin inşallah.